İlk mən qardaşımın yanında, yəni ona kömək eləməkdən başladım. Studiyasında ona kömək eləməyə başladım, dərs deməyə. Sonra oradan elə işlədiyim zaman fikirləşdim ki, bu işləri hardasa sərgiləyib, yəni göstərmək lazımdır. Ya gənc rəssamların, ya professional rəssamların işlərini. 2017-ci il idi, qardaşımın yanında rəsm müəlliməsi kimi fəaliyyət göstərirdim və bir gün fikirləşdim ki, bunlar studiyaya gələnlər, bəziləri yeni öyrənirdi, bəziləri çoxdan 4-5 il gələnlər var idi. Fikirləşdim, yəni işlər o qədər xoşuma gəlirdi. Çoxu da deyirdi ki, biz aparırıq, evə qoyuruq və ya tanışlara satırıq. Düşündüm ki, bunları niyə də sərgiləməyək və bir qalereya açmaq qərarına gəldim. Açdıqdan sonra həm professional rəssamlar, həm də həvəskar, amma işləri daha yəni seçilmiş əsərləri qəbul edib qalereyada satışa qoydum. Çətinliklər çoxdur sözün doğrusu. Yer tapmaq, yəni yerlər qiymət məsələsi var da, yəni ki, ucuz, baha. Yəni gələndə hər kəs istəyir ki, daha gözəl, daha səliqəli bir məkana gəlsin. Yəni bura podval olmasın ya da ki, açıq, işıqlı bir yer olsun. Və onda da qiymətlər baha olur, bəzilərinin imkanı çatmır buna. Ona görə də bax, çətinlikləri budur. Bir də şəhərin mərkəzi olsa daha yaxşı olar. Çünki mərkəz bölgələrində daha çoxdur bu işlə maraqlanan, yəni bu uşaqlarını yönəldən bu işə. Bütün günümü alır. Yəni çünki biz saat təyin eləmirik ki, bütün tələbələri eyni saatda yığaq və hamısına eyni dərs keçək və yollayaq, işimizi görək, canımızı qutaraq bu tələbələrin əlindən. Çünki biz tələbələrə sərbəst saat, sərbəst vaxt təyin eləyirik. İstədiyiniz saat, istədiyiniz vaxt, yəni gün ərzində gələ bilərsiniz. Və hər tələbə ilə özəl olaraq, individual olaraq məşğul oluruq. Yəni bir tələbənin biri gəlir, natürmort işləyir, biri gəlir, peyzaj işləyir. Biz məcbur eləmirik ki, sən bugün mütləq, bugün tema budur, sən bunu işləməlisən. Biz axşama qədər demək olar ki, səhər saat 11-dən axşam saat 7-yə qədər buradayıq və 7-yə qədər sərbəst saat. Tələbə nə vaxt istəyir, onda da gələ bilər. Tələbələr yəni böyük ola bilər, uşaq ola bilər, hər kəsin bir istəyi və bir xarakteri, bir kaprizi ola bilər. Eləsi var, gəlir, heç əlinə qələm tutmayıb, məsələn, deyir ki, mən gəlmişəm anamın portretini işləməyə ya da ki, nənəmin belə portretini işləməyə. Biz də ona bəzən yönəldirik. Deyirik ki, məsələn, siz gələn kimi həmən portret işləyə bilməzsiniz də, əvvəl bir dairə çəkməyi öyrənin. Biraz bunu qəribə qəbul edirlər, elə bilirlər ki, görəsən bu mənə niyə dairə çəkdirir. Bəzən olub ki, hətta problem də çıxıb buna görə. Biz başa salırıq, deyirik ki, bax siz ilk dəfə gəlmisiniz, əvvəl bir sıfırdan başlayın, qələmlə kompozisiya quruluşundan başlayın. Biz onlara təklif edirik, başa salırıq ki, siz gələn kimi həmən boyaya yox, əvvəl bir sıfırdan, bir növrədən başlayaq. Kimsə razılaşır, kimsə razılaşmır, kimsə deyir, yox, mən sırf yəni nə akademiyaya qəbul olmaq istəyirəm, nə də ki, bir məktəbə gedəcəm, mənə lazımdır bu işi evimə alsın. Biz də onda yəni qəbul edirik və yüngül formada ona başa salırıq, öyrədirik. Sonradan artıq o başa düşür ki, bəzən o yaxşıdır da, yəni ki, sonradan başa düşsün ki, mən səhv yoldayam, gəl mən qələm dərsində keçim ki, daha da işığı, kölgəni, kompozisiya quruluşunu öyrənim ki, daha professional formada davam edim. Tələbə olur ki, o qədər istedadlıdır ki, təsəvvür edin ki, yəni uşaq bu gün gəlib, yəni işləyirəm, özüm də məhtəl qalıram. Sanki bu uşaq anadan rəssam doğulub. Yəni belə tələbələrimiz də olur. Hal-hazırda indi də var. Çox həvəsi var, çox sevgisi var. Olur istedadsız tələbələr də gəlir. Amma içində var da bu, yəni istəyir, amma gəlir, həvəslə gəlir. Sonra başa düşür ki, nəsə alınmır. Hətta nə qədər gücümüz var səhv eləsək də, görürsünüz ki, alınmır nəyə görə? Çünki bəzən ya dinləmirlər adamı, ya da ki, öz bildiklərini eləyirlər, davam edirlər. Sonra başa düşür ki, mənlik deyil bu, uzaqlaşa da bilər, amma bir müddət sonra olur ki, 3 ay, 4 ay sonra bir də görürsən bunda nəsə alınmağa başlayır. Elə momentlər də olur. Deyərdim ki, məsələn, böyüklərlə işləmək, məsələn, böyük gəlibsə kursa,
biraz daha asandır. Ona başa salırıq, daha dinləyir, anlayır. Mənim tələbəm var ki, mənə 3 il gəlir, 4 il. Hətta ki, bir uşağını böyüdüb, ikinci uşağını sonradan göndərir yanıma. Amma arasında bir 100-dən biri valideynlər olur ki, bir aydan sonra istəyirlər uşaqları ya Michelangelo olsun, ya da Van Gogh olsun. Elə momentlər də olur. Deyir ki, uşağım bir ayda gəlir, amma özü başına şəkil çəkə bilmir. Deyirəm ki, bəs bir aya hamısı rəssam olsaydı, onda yəni kursa gedərdi, bir ay rəssamlığı öyrənərdi, sonra da akademiyada nəyə lazımdır ondan sonra oxumaq. Belə momentlər olur və gərək güvənsin də, yəni valideyn güvənsin, bizə inansın və bundan sonra da uşağını rahat buraxsın. Bəzən rahat, bir də elə olub ki, hətta bizimlə birə dərs deməyə də çalışıblar. Yəni həmin vaxtı mən deyəndə ki, olmaz, biz dərs deyən bizik burada, siz oturmalısınız orada, yəni küsüb inciyib uşağını götürüb gedən də olub. Hərdən gətirirlər və boş oturmasınlar deyə saat yarım və 2 saat boşu-boşuna oturmasın, uşağına qoşulur, kənardan işləyib valideynlər olur. Sonra uşaq istəməyəndə görürsən ki, özü qayıdır, uşaq ya gedir musiqiyə, ya şahmata, amma özü davam edir. Əsas onun içində istək varsa, onu rahat buraxa bilmir də bu istək. Bəzən deyirlər ki, elə bilirəm ki, mən sakit ola bilmirəm də, məni nəsə narahat eləyir, məni nəsə əzab verir. Mən o içimdə bir plan var, bir fikir var, onu yaratmaq istəyirəm, amma alınmır. Bax, onlar o istəklə gələnlərdə həqiqətən olur. Çox savadlı tələbələrimiz olur ki, kursu bitirəndən sonra və yaxud da ki, əvvəl professional səviyyədə başlamırlar, həvəskar kimi, sonra keçirlər professional, akademik dərsləri keçəndən sonra gedib akademiya tələbə olurlar. Bəzən də olur ki, uşaq o qədər istedadlıdır ki, amma deyir, mən hüquq fakültəsini oxumaq istəyirəm, ya da tibb. Orada bəzən çox heyfslənirəm ki, heyf ki, bundan çox dahi rəssam ola bilərdi, amma bəlkə də bir gün qayıda da bilər, elə gec deyil. Çox enerji aldığına görə artıq bütün enerjimizi, bütün həvəsimizi onlara sərf elədiyimizə görə işləməyə çox az vaxt qalır. Sifarişlər olur bəzən və yaxud da içində olan bir fikirlər olur, onları işləmək istəyirsən, görürsən ki, artıq enerji bitib. Amma yəni olur ki, toparlanırıq, çətinlik də olsa bir arada işlər yaratmağa çalışırıq, alınır bəzən. Amma işləməsək bu sahədə, yəni müəllimlik eləməsək, daha çox işlər görmək olar. Mən demək olar ki, uşaqlıqdan, məktəb illərindən bu işlə, yəni uşaqlıqdan həvəskar kimi, yəni işləyirdik. Evdə həyətə düşüb oynamaq istəyəndə anam narahat olurdu. Deyirdi, küçədə oynamaqdansa evdə şəkil çəkin. Dördümüz də bir-birimizə qoşulub, bir-birimizlə rəqabətə girirdik ki, kimdə daha yaxşı alınacaq. Beləliklə, dördümüz də rəssamlıq oxuduq. Qardaşım da, mən də, böyük qardaşım professional rəssamdır, Emin Qəhrəmanov. Beləliklə, yəni ki, yavaş-yavaş oxuduq, davam elədik və gəlib bu səviyyəyə çatdıq. Mən bizim Azərbaycanda nə qədər istedadlı insan olduğunu bildim ki, yəni bura xaricilər də gəlirlər dərsə. İspan tələbəmiz də var, Çinli də olub, ərəb də olub. Amma ki, bizim Azərbaycan xalqımız nə qədər istedadlıdır, yəni ki, mən buna həqiqətən təəccüblənirəm ki, sanki çoxu rəssam olaraq doğulur artıq. Yəni hər bir uşağın çoxusunda, yəni ki, bir 20 nəfər yazılıbsa, onun 18-i çox istedadlıdır. O qədər bacarıqlı uşaqlar var ki bizdə. Hamısı rəssam olmasa da, gələcəkdə bunların zövqü, bacarığı, adi deyim ki, sabah gedib bir həkim olsa belə, plastik cərrah olsa belə, bunun əl qabiliyyəti olsa yaxşıdır. Yəni başqa sahələr də var, yəni ki, bu yenə də gəlib rəssamlıqdan bir dərs keçibsə, sabah evinin dizaynında, evinin düzəlişində böyük rol ola bilər bu bunun üçün. Yəni çox yerlər var ki, orada istifadə edə bilər.